Qəbul imtahanına ağırlıq qüvvəsinin təsiri altında hərəkətə aid suallar çoxsalınır. Ekranda gördüyünüz sual da qəbul imtahanına düşmüş sualdır. Şərtdə deyilir ki, cisim 40 metr/saniyə başlanğıc sürətlə şağı ilə yuxarı atılmışdır. Hansı hündürlükdə cismin sürəti 30 metr/saniyə olar? Havanın müqavimətini nəzərə almayın. Başlanğıc sürət verildi. V0 bərabər oldu 40-a və şağı ilə yuxarı atıldığı qeyd olunur cismin. Hansı hündürlükdə h bərabərdir suala? Sürəti 30 olar, yəni V 30 olar. Şağı ilə yuxarı hərəkət zamanı hərəkət bərabər yavaşlayan hərəkətdir. Məsələn, əlinizə bir daş alın, onu yuxarıya atın. Görəcəksiniz ki, sürəti get-gedə azalır və sonra maksimal hündürlükdə sürət 0 olur və yenidən aşağı düşür. Maksimal hündürlüyə qədər keçən zaman müddətində həmişə onun son sürəti başlanğıc sürətindən kiçik olacaq. Bərabər yavaşlayan hərəkəti də. Və bu zaman h bərabərdir V0-ın kvadratı çıxaq. V kvadrat belə 2J düsturu ilə hesablaya bilərik. Hansı ki, başlanğıc sürət daha çox olduğundan ona görə V0-ın kvadratından V kvadratını çıxıram. Amma bərabər yeniləşən olsaydı, bərabər yeniləşəndə artıq V böyükdür V0 olduğundan siz tərsinə V kvadratından V0-ın kvadratını çıxmalısınız düsturda. Aha, indi gəlin h-ı hesablayaq. H bərabərdir V0-ın kvadratı, yəni 40-ın kvadratı, çıxaq V kvadratı, 30-un kvadratı, bölək 2 vuraq J, yəni 2-ni 10-a vuracaq, o da olacaq 20. Bunu hesablaya da bilərsiniz, hesablamaya da bilərsiniz. Amma tövsiyə edirəm ki, biz bilirik ki, riyaziyyatda A kvadrat çıxaq B kvadratını müxtəsər vurma düsturundan açıq B, A üstə gələk B şəklində yaza bilərik. Eynisini burada tətbiq edəcəm. Yəni 40 çıxaq 30, vuraq 40 üstə gələk 30 kimi də yaza bilərik. Bölək 20. Buradan 40-dan 30 çıxanda qalır 10, 40-ın üstə 30 gələndə olur 70. Və sıfırlara apardım, 10-la 2-ni apardım, məxrəsdə bir, sürətdə 5 qaldı. Deməli 5 vuraq 7 bizə verəcək 35. Burada cavab olacaq 35.